Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizdən biri də şəhid Abdullayev Həsən Qəriboğludur. Abdullayev Həsən Qəriboğlu 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda doğulmuşdur. 2001-ci ildə Daşkəsən rayon Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdur. 2012-ci ildə səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsindən həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin en saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etmişdir. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra idmanın karate-do növü ilə məşğul olmuş, bir sıra nailiyyətlər əldə etmişdir. 8 sentyabr 2020-ci il tarixindən Maxi hərbi qulluqçu kimi fəaliyyətə başlamış, daha sonra isə könüllü olaraq xüsusi təyinatlı qüvvələrdə xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində iştirak etmiş, böyük şücaət göstərmişdi. 6 noyabr 2020-ci ildə Şuşa şəhərinin Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdi. 12 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Şəhadətindən sonra bir sıra medallarla təltif olunmuşdur. Subay idi. Şəhid Abdullayev Həsən Qəriboğlunun əziz ruhu qarşısında baş əyirik. Şəhid olmaq bir zirvədir. Hər kəs ora yüksələ bilməz. Ora yalnız saf qəlblilər, Allahı sevənlər çatır.